Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Şəxsi ev axtaran alıcılar üçün çox gözəl belə bir həyət evi tapmışıq. Evimiz kupçalı evdir. Ev də torpaq da kupçadır, paket damlı, yerdən kürsülüdür və illərin evidir. Ünvan Masazır qəsəbəsi. Masazırda deməli Heydər Əliyev plakatına yaxın, əsas ana yoldan hardasa 400-500 metrlik məsafədə yerləşir, tam yaşayışlı bir ərazidir. Qaz, su, işıq, kanalizasiya, kupça, hər bir şəraiti var. Evdə istilik sistemi kombi vasitəsilədir, əşyasız şəkildə satılır. Qiymət 68 min manatdır. Dəyərli izləyicilərimiz, baxın 1.5 sot torpaq sahəsində inşa olunub. Rahat şəkildə həyətə bir neçə avtomobil daxil ola bilir. Çox gözəl bir evdir. Yəni bir daha da qeyd edirəm, şəxsi ev axtaran alıcılar üçün əla təklifdir. Bu qiymətə 68 min manata şəxsi ev konkret olaraq satışda yoxdur. Qiymət elə bir qiymətdir ki, yəni 10 min manat endirim olunub. 78-dən 68-ə enib. Təcili satılmalıdır. Qiymətli endirim ola da bilər, olmaya da bilər. Danışmaq lazımdır. Baxın belə burada kiçik bir terası var. Evin yanına keçmək mümkündür. Kombisi. Baxın burada nəzərdə tutulub. Çox gözəl bir evdir. Daş, kubik tikilidir. Dörd bir tərəfdən qoşa kubiklə inşa olunub. Sadəcə evdə yəni illərlə yaşayış yoxdur deyə kosmetik təmirə ehtiyacı var ki, videonun əvvəlindən qeyd edirəm ki, evə gəlib baxdıqdan sonra deməyin ki, evin təmirə ehtiyacı var. Yəni cüzi kosmetik təmir olunmalıdır. Təbii ki, bu da normal haldır. Evdə yaşayış yoxdur. Döşəməsi istipoldur. Baxın belə bir geniş koridoru var. Otaqlar koridor vasitəsilə bölünür. Çox gözəl bir evdir. Şəxsi evdir, bir daha da qeyd edirəm. Yəni özü üçün tikilmə bir həyət evidir 68 min manata. Möhkəm tikilidir. Evin tikilişinə söz ola bilməz. İndi ola bilər ki, baxın aboyu bəyənməzsiniz. Təbii ki, bu təbii haldır. Yaşayışsız evlərdə olur. Baxın burada qapının şüşəsini dəyişmək lazımdır. Cüzi kosmetik təmirə ehtiyac var. Yaşayışsız ev olduğu üçün bunların hamısını başa düşmək olur. Pəncərəsi öz həyətinə baxır. Belə bir gözəl qonaq otağı var. Bu qiymətə, yəni şəxsi ev inanmıram ki, Masazırda olsun. Ev sahibinə pul lazım olduğu üçün evdə yaşamır deyə evi satır. Bura mətbəxidir. Baxın belə bir gözəl mətbəxi var. Mətbəx mebeli qalacaq, kondisioner qalacaq, bir də kombi qalacaq. Qalan nə varsa evdən çıxacaq. Təbii ki, yəni əşyaların qiymətini danışıb evdə saxlamaq olar. Hamamı da tam təchizatdır. Ev dörd bir tərəfdən qoşa daşla tikilib, keyfiyyətli tikilişə malikdir. Yəni cüzi kosmetik təmiri var. Onunla başa düşmək olar. Burada isə evimizin birinci yataq otağıdır. Bu təqdim etdiyim ev satışda inanmıram ki, çox qalsın. Çünki bu qiymətə şəxsi ev yoxdur. Qiymət endirilmiş bir qiymətdə 10 min manat endirim oldu. İndi qiymətdə endirim olar, olmaz, onu danışmaq lazımdır. Yəni endirim olsa da böyük bir endirim olmayacaq. Baxın bu qədər. Sənət kupçadır, evin də torpağında kupçası var. Sağ olun, salamat qalın.